Hər vaxtınız xeyirli olsun, dəyərli Sağlam Radionun daimi dinləyiciləri 93 FM dalğasında hər zaman eyni vaxtda, eyni dalğada olduğu kimi mənəm mikrofon arxasında Paşa Abdullah və mənim təqdimatımda biznesin nəbzi verilişini dinləyirsiniz. Vaxt itirmədən bu dəfə bir ilk oldu mənim üçün. Fərqli sahə olacaq, tam hələ ki belə sahədən olmamışdı. Müəllimdir qonağım. Odur ki, diqqətli olun, diqqətlə dinləyin. Keçid edim qonağın təqdimatına. Bugünkü qonağımız Fərəcova Rüxsarə xanımdır. Peşəkar ingilis dili müəllimi və repetitor. Rüxsarə xanım həm onlayn, həm də əyani formada bütün yaş qruplarına dərs keçir. Xüsusilə danışıq bacarıqlarının inkişafı üzrə ixtisaslaşıb və tələbələrinin dili praktik, sərbəst və özgüvənli şəkildə istifadə etməsinə fokuslanır. Fəaliyyətinin əsas istiqamətlərindən biri rəhbər şəxslər və iş adamları ilə fərdi çalışmaqdır. Vaxtın dəyərini nəzərə alaraq dərsləri onların öz ofislərində və ya onlar üçün rahat məkanda təşkil edir. Məqsəd əlavə vaxt itkisi olmadan effektiv nəticə əldə etməkdir. Bununla yanaşı məktəblilər üçün təkmilləşdirmə dərsləri də keçir. Onların akademik göstəricilərinin yüksəlməsinə dəstək olur. Rüxsarə xanım Azərbaycan Dilləri Universitetinin İngilis Dili Müəllimliyi fakültəsinin məzunudur. Daha sonra təhsilini davam etdirərək magistratura pilləsinə də uğurla başa vurub. Hazırda isə dili necə daha rahat və effektiv öyrənmək olar prinsipi əsasında hər şey qrupunun istifadə, hər yaş qrupunun istifadə edə biləcəyi yeni bir kitab üzərində çalışır. Çox maraqlıdır şəxsən mənim üçün də. Qonaqlarımda belə bir nüans görəndə ki, kitab üzərində çalışırlar, mənə belə yuxarıya doğru belə sanki baxıram həmin qonaqlara. Xoş gəlmisiniz deyirəm Rüxsarə xanım. Buyurun siz də salamlayın dinləyiciləri və elə özünüz, mən indi danışdım, təriflədim, dedim, özünüz bir təqdim eləyin özünüzü. Buyurun. Salam, ilk öncə sizi və bizi dinləyən bütün dinləyicilərinizi salamlayıram. Hər kəsə xoş gördük deyirəm və dəvətiniz üçün sizə xüsusi təşəkkürümü bildirirəm. Mən Fərəcova Rüxsarə, Azərbaycan Dillər Universitetinin İngilis Dili Müəlliməliyi fakültəsini bitirmişəm. Daha sonra isə təhsilimi davam etdirərək magistratura üzrə təhsil almışam. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğulam. Həm onlayn, həm də əyani formada ingilis dilindən danışıq dərsləri keçirəm. Xüsusilə qeyd etməliyəm ki, danışıq dərslərinin müxtəlif yaş qruplarına keçirəm və həmçinin bir sıra beynəlxalq konfranslarda, təlimlərdə və seminarlarda iştirak etmişəm. Aha, aydındır və davam edəcəyik. Mən istərdim elə indidən əlaqə nömrəsi qeyd edim. Əgər belə deyək, Rüxsarə xanımın müəllimlik fəaliyyətindən yararlanmaq istəyirsinizsə, müraciət edə bilərsiniz. 055 665 71 21 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hal-hazırda isə bizə hansısa bir sualınız, sözünüz varsa yazıb göndərə biləcəyiniz bir nömrəni də xatırladım. 055 934 90 93 nömrəsi ixtiyarınızdadır və növbəti sualımı ünvanlayacağam. İngilis dili müəllimi olmağa necə qərar verdiniz? Bu hardan yarandı, formalaşdı? Əslində müəllim olmaq arzusu məndə uşaq yaşlarında formalaşıb. Yəni müəllim olmaq istəmişəm. Amma müəyyən bir belə deyək də yaşdan sonra dilləri olan marağım, xüsusilə də ingilis dilinə olan marağım məni ingilis dili müəllimi olmaq sanki sevgisi məndə yaratdı. Həmçinin qeyd etməliyəm ki, elə uşaq yaşlarından da fikirləşirdim ki, ingilis dilini bilmək bir sıra qapıları bizim üzümüzə açır. Təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da, yəni iş tapmaq, rahat iş həyatı qurmaq üçün biz ingilis dili bizim üçün çox önəmli və vacibdir. Buna görə də ingilis dili müəllimi olmağa qərar verdim. Və xüsusilə qeyd etməliyəm ki, artıq ingilis dili müəlliməsi olmaq mənim üçün bir həyat tərzinə çevirdibdir. Mən deyərdim ki, istənilən sahə, hətta elə bizim sahədə də bəzən olur ki, qonağım elə bir sahənin nümayəndəsidir ki, orada beynəlxalq bir termin var, yəni təqdimatda və o altyapı ən azından bir qədər olmalıdır ki, ən azından bir sudan quru çıxa bilsin də insan. Yəni belə deyək, məktəb səviyyəsində ən azından bir bilik olmalıdır. İngilis dili olsun, istər rus dili məlumatı olsun. Çünki bir şey də var ki, bəzən mən öz təcrübəmdən götürüm, qonaqlar olur, tikinti sahəsidir.
ənənəvi olaraq məsəl üçün rus dilində dilimizdə kök salıb istifadə olunur o gündəlik dildə. Onlar onu vurğulayanda mən rus dilini bilirəm deyə avtomatik olaraq onun qarşılığını öz dilimizdə tərcümə edərək efirdə səsləndirirəm. Bu da belə deyərdim, uğurlu olmağın belə deyək də bir yollarıdır da ki, adam bilir. İstər-istəməz dinləyici də oradan qulaq asır ki, demək filan aparıcıya bax, filan dili də bilir. Bunun özü də maraqlı və xoşagəlimli bir prosesdə artıq yazanlar var. Mən növbəti sualımı ünvanlayım, diqqət yetirəcəm gələn SMS-lərə. Sizcə müəllim üçün ən vacib keyfiyyət nədir? Hansıdır? Bax bunu sizdən eşitmək istəyirəm. Müəllim üçün ən vacib keyfiyyət birinci məsuliyyət hissidir. Yəni keçdiyi fənn olan məsuliyyət hissidir. Bir də müəllimin öz fənnini sevməsidir. Müəllim fənnini sevərsə özünü və öz fənnini şagirdinə sevdirə bilər. Yəni belə bir söz var, əgər bir şagird və yaxud elə bir tələbə olsun, müəlliməsini sevmirsə, o fənnini sevmir. Mən də çalışıram ki, şagirdlərimə, istər belə deyim, böyük tələbələrimə də ilk öncə özümü sevdirim. Özümü sevdirdikdən sonra isə daha sonra fənnimi sevdirirəm. Təşəkkür eləyirəm. Demək, dinləyici mesajlarına bir nəzər yetirim. Bölgələrdən yazırlar. Çox xoş oldu. Salam yazıb, demək 7575 nömrəli abunəçi yazıb göndərib. Salam, mən bu SMS-i sizə Naxçıvan rayonundan yazıram və özüm iş adamıyam. Rüxsarə müəllimə ilə onlayn dərslər keçirik və qısa zamanda ingilis dilində danışa bilirəm. Efiriniz vasitəsilə təşəkkür edirəm. Hörmətlə Əsgər bəy. Salamlayırıq buradan, təşəkkür eləyirik. Nə xoş oldu ki, elə Naxçıvandan da bir ilk idi. Yəni mənim qarşıma çıxmamışdı, elə Naxçıvandan yazan dinləyicimiz olmamışdı. Salamlayırıq bütün Azərbaycanımızın bütün bölgələrini salamlayırıq, ayrı seçkilik salmadan. Amma çox xoş bir təəssürat oldu, çünki mənim Naxçıvanla bağlı ömrümün müəyyən bir hissəsi orada keçib deyə çox əziz xatirələr oyandı. Digər dinləyicimiz isə yazır. Salam, bu mesajımı Şəmkir şəhərindən yazıram. Nəvələrimin sevimli müəlliməsi Rüxsarə müəlliməyə uğurlar arzu edirəm. 4486 nömrəli abunəçi yazıb göndərib. Yəqin ki, bildiniz kimdən söhbət gedir. Bəli, bildim. Hər ikisinə təşəkkürümü bildirirəm. İnşallah hər zaman uğurları bol olar. Aha, demək 2605 nömrəli abunəçi yazıb. Salam, axşamınız xeyir. Gədəbəydən yazıram. Uşaqlarımın mehriban əziz müəlliməsi Rüxsarə müəlliməyə uğurlar arzu edirəm. Bayramınız mübarək. Təşəkkür edirik. Həm təbrikə, bayramla bağlı təbrikə, həm də yazdığınız SMS-ə görə. Mənə maraqlı gəldi. Çoxdur bölgələrdən ümumiyyətlə. Bəli, Bax, bəli. 3 bölgədən yazdılar. Şəmkir, Gədəbəy, Naxçıvan. Başqa haralardan var? Akstafa, Qazax, Tovuz, Gəncə. Yəni demək olar ki, hər bölgədən var. Hər bölgədən var. Quba rayonu, yəni, Quba, Qusar. Mənim özümə bir maraqlı gəldi əslində. Bu onlayn belə işləmək və yaxud da yəni üzbəüz oturub çalışmaq. Bunlar yəni necə təəssürat bağışlayır sizin özünüzə? Bax, onu bilmək istəyirəm ki, yəni həmin o effekti ənənəvi üsulla keçirilən dərsin effektini almaq olurmu burada? O hissləri keçirtmək olurmu? Əslində belə deyim, onlayn bəzi şagirdlərə, tələbələrə çətin gəlir. Onu da xüsusilə qeyd edeyim ki, hər bir tələbənin öyrənməsi individualdır. Yəni məsələn, belə deyək, bəzi insan və ya olsun ki, böyük tələbələrdən də söhbət gedir. Onlayn dərs keçəndə öyrənə bilmir. Yəni onda effekt vermir. Amma bəzən olur ki, onda onlayn dərs keçirik və çox gözəl alınır, uğurlu nəticələr əldə edirik. İndi bölgələrimizdən dərslərə qoşulan şagirdlər, tələbələr artıq onlar onlayn keçməyə məcburdurlar. Amma onların əksəriyyətini də düşünürəm ki, çox uğurlu nəticələr əldə etmişik. Yəni indi siz dediniz, fikirləşirəm hal-hazırda. Mən demək olar ki, bütün bölgələrimizdə onlayn dərs dediyim şagirdlərim var. Aha, mən də elə artıq yazanlar varsa, belə deyək, bir neçə bölgədən yazırlarsa, demək ki, yazmayanlar da var, Bəli. söz yox. Çox maraqlıdır. Bir də mənə bir vacib bir sualdır əslində, elə özüm üçün də maraqlıdır. Sıfırdan başlayan biri neçə müddətə danışıq səviyyəsinə çata bilər? Bəli, indi insandan insana fərq eləyir. O dilləri götürmə qabiliyyəti güclüdür. O başı var, oxumur. Ənənəvi belə bir söz var. Yəni belə bir ortalama bir nə qədər vaxt sərf eləmək gərəkir? Əslində düzünü deyim ki, bu sual ingilis dili müəllimlərinin heç sevmədiyi bir sualdır. Yəni ilk dərsə başlayanda tələbənin verdiyi sual budur ki, biz neçə müddətə öyrənə biləcəyik? Yəni mən bunu ilk dərsdə bilə bilmərəm də, bir tələbəni tanımadan necə deyim? Məsələn, siz 3 aya, 4 aya, 5 aya öyrənə bilərsiniz.
Amma ortalama deyirik ki 6-8 ay ərzində ilkin nəticələr əldə etmək olar. Bir də xüsusilə qeyd edeyim ki, mən biraz tələbkar müəlliməm. Yəni 6-8 ay belə deyək də ərzində əldə edilmiş uğur hesab eləmirəm. Yəni mən biraz indi tələbələrim, dinləyənlər də var, onlar bilir. Yəqin ki, SMS yazaraq da bildirəcəklər ki, məsələn, digər müəllimlərin 6-8 aya əldə etdiyi nəticələrdən də biz demək olar ki, bəzən artıq nəticələr əldə edirik. Amma mən onları belə zəif sayıram. Qane olmursunuz. Əslində bu yaxşı bir cəhətdir. Bu məqamda qısa fasiləyə ayrılıb yenidən qaldığımız yerdən davam edəcəyik. Dəyərli dinləyicilər, dalğanı dəyişməyin. Elə yazırsınız, suallarınızı görürəm. Qısa fasilədən sonra yenidən nəzər yetirəcəm. Bəli, dəyərli dinləyicilər, davam edirik qısa fasilədən sonra. Yeni qoşulan dinləyicilərimizə bir daha xatırlatmaq istərdim ki, qonağımız bugün Rüxsarə Fərəcovadır, peşəkar ingilis dili müəllimi və repetitor. Əlaqə nömrəsini qeyd edim bir daha, 055 665 71 21 nömrəsi vasitəsilə Rüxsarə xanımla əlaqə saxlayıb, müraciət edib ingilis dili biliklərinizi ya sıfırdan, ya da elə daha da əgər bazanız varsa, belə deyək, daha da möhkəmləndirə, səlis danışıq qabiliyyətinə malik ola bilərsiniz. Yazanlar var, qeyd etmişdim. Ona görə, hələ yazırlar yenə də. Görək hardan yazırlar. Demək, sizi Gəncədən salamlayıram. Eşq olsun bütün Gəncə əhlinə. Bayramınız mübarək olsun sizin də. Mənim əziz, gözəl, sevimli və savadlı canım müəlliməm Rüxsarə xanıma uğurlar arzu edirəm. Bizim üstümüzdə əməyi çoxdur. Qucaq dolusu sevgilərimi göndərirəm və ona uğur arzu edirəm. 2603 nömrəli abunəçi yazıbdı. Rüxsarə xanım, mən bu SMS-ləri oxuyarkən susmayın. Yəni bir fikriniz olanda bildirin. Hiss etsinlər ki, yəni buradasınız. Demək ki, növbəti dinləyici yazıb 2139 nömrəli abunəçi yazıb soruşur. Salam mehriban savadlı güləriz Rüxsarə müəlliməmiz. Uğurlar arzu edirik. Yəni bu da tələbələrdəndir. Çox xahiş edirəm hər kəs yazanda bölgəni qeyd etsin. Mənim özümə maraqlıdır. Demək 0757 nömrəli abunəçi yazıb. Mən bu SMS-i sizə Şəmkir rayonundan yazıram. Rüxsarə müəllimə mənim qızıma onlayn ingilis dili dərsi deyir. Bir valideyn olaraq efiriniz vasitəsilə təşəkkür edirəm. Qızıma çəkdiyi zəhmətə can yandırdığına görə əgər Aysel bugün ingilis dilində əla qiymət alır, uğurlu nəticə göstərirsə, Rüxsarə müəllimənin sayəsindədir. Biz də təşəkkür edirik sizə Rüxsarə xanım. Çox zəhmətkeşi bir yol tutmusunuz, açığın deyim. Bu qədər bölgələrə eyni vaxtda çatdırmaq, sonra fərdi şəkildə ofislərə, iş adamlarına belə deyək, dərs keçmək. Bu həm də dərs keçmək deyil də, bir növ dəstək, kömək olmaqdır ki, yəni adamlar işdən dolayı vaxt tapa bilmir. O yol itkisinə gedən vaxtı siz onlar üçün bir pay olaraq vermiş olursunuz və onların zamanı itmir. Çünki günümüzdə ən vacib məqamlardan biri də elə zaman məsələsidir. Salam, hər vaxtınız xeyirli olsun. 88-85 nömrəli abunəçi yazıb. O çərşənbənizdə təbrik edirəm, təşəkkür. Bu gözəl radioda Rüxsarə müəlliməni səsini eşitmək nə gözəl. Salamlayıram, əleykümə salam. Rüxsarə müəllimə bizim çox gözəl, dəyərli, hər kəsin qəlbini fəth etməyi bacaran, çox mehriban, tələbələri ilə sanki bir bacı, bir əzizi kimi görüb davranan, insani keyfiyyətləri ilə könüllərdə yeri olan çox savadlı, dünya görüşlü və daha çox sadalaya biləcəyim gözəl bir müəlliməmizdir. Biz onu çox sevirik. Ona həyatda onun özü kimi gözəl, xoşbəxt olmağa, uğurlarının bol olmasını diləyirik. O bir xanım kimi, müəllimə kimi, bir insan kimi dünyada hər şeyin ən gözəlinə layiqdir. Çox dəyərlisiz, əziz müəlliməmiz, həmişə var olasınız. Nə yaxşı sizin kimi belə gözəl, dəyərli müəllimi tanımışıq. Uğurlar sizə. Hörmətlə Gülnar. Gülnar xanım, mən sizə təşəkkür eləyirəm. Bu qədər geniş, belə ürəklə yazıb göndərmisiniz və istərdim Rüxsarə xanımın bugün doğmalarınızdan bir özəl gün var idi, səhv etmirəmsə, qeyd etmişdiniz. Mən istərdim onu təbrik edəsiniz bizim efir vasitəsilə. Buyurun. Çox sağ olun. Sizin efiriniz vasitəsilə bugün mənim dayımın həyat yoldaşı Rəsmiyə xanımın doğum günüdür.
Onu doğum günü münasibətilə təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Bilirəm hal-hazırda bizi dinləyir. Yəni demək istəyirəm ki, yaxşı ki varsan və yaxşı ki mənim sevimli daimin yoldaşsan. Bir də elə doğmalardan söz düşmüşkən biz də təbrik eləyirik. Öz adımdan elə təbrik edirəm. Verilişimiz adından təbrik edirəm. Allah uzun ömür, can sağlığı versin. Bir də bax söz düşmüşkən ən çox bu yolda dəstək olan, sizə belə necə deyim, diqqət göstərən kimlərdir doğmalardan? Doğmalardan mənə demək olar ki, ən çox dəstək göstərən mənim anamdır. Belə deyim də, az yaşlarımdan bu günə qədər, əgər mən bu gün uğurlu bir müəlliməmsə, tanınmış bir müəlliməmsə, yəni belə deyim də, bunu fəxrlə deyirəm. Mən həqiqətən tanınmış bir müəlliməm. Özünüz də SMS-lərdən gördünüz ki, Bakı şəhərində deyil, bölgələrimizdə də mənim çoxlu tələbələrim, şagirdlərim var. Bu işdə mənə dəstək olan mənim anamdır. Yəni mən sizin efiriniz vasitəsilə də ona təşəkkür edirəm. Yaxşı ki varsan və yaxşı ki belə deyək də, mənim təhsilli bir xanım olmağım üçün əlindən gələni əsirgəməyibsən. Bir də bir şey qeyd eləyim, elə demişkən burada. Bütün valideynlərə mən məsləhət görürəm ki, övladlarının təhsil alması üçün, yəni əllərindən gələni əsirgəməsinlər. Bəzi valideynlər var ki, laqeyd yanaşırlar, necə deyim, övladlarını belə deyək də geri plana salırlar, amma elə olmamalıdır. Ən çox da qız övladlarında yəni mütləq şəkildə qızlarımız təhsil verəcək almalıdır. ərə gedəcək də, yəni elə yanaşırlar, o pis bir şeydir. İnşallah o həmin zamanda sizin efirinizə dəvət eləyərsiniz, gələrəm. Bu mövzu haqqında gələcəkdə yəni bir layihəm olacaq. Onu da inşallah gəlib belə deyək də təqdimatını sizin verilişinizdə apararam. Xüsusilə siz demiş qız analarına məsləhətim odur ki, qızlarınızı çalışın, oxudun. Bəli, mən də dəstəkləyirəm. Hər zaman bu fikri hər yanda söyləyirəm ki, əksinə oğlandan daha çox elə qızın oxumağı, təhsil almağı, bir peşə sahibi olmağı vacibdir. Çünki o deyir sizə ənənəvi belə yanaşma var bizdə ki, əşi qızdır da böyüyəcək, köçüb gedəcək. Gedəcəyi yerdə nə olacaq, necə olacaq, heç kim heç nədən sığortalı deyil. Sabah əlində bir sənədi olmadan, bir peşəsi olmadan kiməsə möhtac qalmaqdansa, ən azından bir peşə sahibi olacaq və öz ayaqları üzərində duracaq. Bu məqamda isə mən keçid edirəm sponsorlarımız haqqında qısa məlumata, daha sonra davam edirik. Verilişimizin baş sponsoru Abşeron Ticarət Mərkəzi Azərbaycanın və Cənubi Qafqazın ən böyük ticarət kompleksidir. 300 hektar ərazidə yerləşən mərkəzdə 1500-dən çox mağaza fəaliyyət göstərir. Burada təmir, tikinti, dekorasiya, elektrik, məişət texnikası və bağ-bağça sahələrinə aid minlərlə məhsul bir məkanda toplanıb. Kompleksə şəhərin müxtəlif istiqamətlərindən mütəmadi avtobus marşrutları işləyir. Ərazidə ayrıca avtovağzal fəaliyyət göstərir ki, bu da həm alıcılar, həm də sahibkarlar üçün rahat gediş-gəliş imkanı yaradır. Abşeron Ticarət Mərkəzinin bütün obyektləri sığortalıdır və 24/7 fəaliyyət göstərən yanğından mühafizə və canlı mühafizə xidməti ilə qorunur. Kompleksin bütün perimetri kameralarla izlənir, təhlükəsizlik bir sözlə yüksək səviyyədə təmin olunur. Ziyarətçilərin rahatçılığı üçün geniş pulsuz parking zonası, ictimai yaşayış və xidmət sahələri, həmçinin logistika və anbar infrastrukturu mövcuddur. Abşeron Ticarət Mərkəzi tikinti, təmir və dekorasiya sahəsində biznesin ən güvənli ünvanı, minlərlə sahibkar və alıcının gündəlik seçimidir. Ünvan Lökbatan, əlaqə Ulduz 6767. Digər baş sponsorumuz isə VK brendidir. VK brendi 1969-cu ildən dünya bazarında fəaliyyət göstərir və keyfiyyətli qapı-pəncərə profilləri təqdim edir. Azərbaycanda isə 1992-ci ildən yerli müştərilərə, Azərbaycan vətəndaşlarına xidmət göstərir. Əgər siz də eviniz üçün keyfiyyətli qapı-pəncərə profilləri axtarışındasınızsa, o zaman VK brendinə müraciət edə bilərsiniz. Daha ətraflı məlumat əldə etmək üçün isə 3WVK saytına daxil olursunuz. Həm rəng çeşidləri, həm də bütün VK məhsulları haqqında məlumat əldə edirsiniz. Əlaqə 050 208 05 26. VK hər zaman etibarlı, rəqib tanımır. Növbə gəldi sponsorlarımıza. İlk olaraq Status Qrupa təşəkkürlər. 5 ildir layihələndirmədən təmiri açar təhvilinə qədər xidmətlər göstərir. Artıq Ağşəhər Yaşılada 2 ünvanında yerləşən Status Qrupa üz tutmaqla A-dan Z-yə bütün inşaat məhsullarını birbaşa istehsalçıdan və idxalçıdan sərfəli qiymətlə əldə edə bilərsiniz. Status Qrup keyfiyyətli tikinti, doğru təchizatı önərir. Əlaqə 077 272 83 83.
Digər sponsorumuz isə G-Stone Galeri. Azərbaycanda premium kvars daşları və porselen keramika səthləri üzrə ixtisaslaşmış şirkətdir. Mətbəx dəzgahları, ada masaları, vanna otaqları, döşəmə və divar üzlükləri üçün müasir dizaynlı, yüksək keyfiyyətli və uzun ömürlü həllər təqdim edir. Bir çox beynəlxalq dünya brendlərinin rəsmi distribyutoru olaraq canlı nümunələr, peşəkar məsləhət və dəqiq ölçü qiymət hesablaması ilə xidmət göstərir. G-Stone Galeri keyfiyyət, etibar və zövqlü dizaynın ünvanı. Əlaqə 050 245 13 55. Və dəyərli dinləyicilər, qaldığımız yerdən tam sürətlə davam edirik. Növbəti belə bir sual ünvanlamaq istəyirəm. İngilis dili öyrənməyə başlamaq üçün ideal yaş varmı, yoxsa hər yaşda eyni dərəcədə mümkündürmü? İngilis dili öyrənmək üçün ideal yaş yoxdur. Nə qədər erkən yaşlardan başlasaq, bura qədər uğurlu nəticələr əldə edərik. Amma gec yaşdır deyilən bir məsələ də yoxdur. Yəni istənilən yaşda öyrənmək olar. Amma dili əgər istəyiriksə ki, məsələn, övladlarımız daha yaxşı, daha mükəmməl öyrənsin, nə bacarıq erkən yaşlardan belə deyək də öyrətmək üçün əlimizdən gələni əsirgəməməliyik. Bəli, çünki belə deyək də, orta məktəblərdə o sistemə keçiblər. Bir qədər tərəddüd var idi valideynlərdə. Yəni mən özüm də bir valideynəm və övladlarım orta məktəbdə təhsil alırlar. Ki, bu nədir? Birinci görmüşdük, hərf öyrənərlər, nə bilim, söz öyrənərlər filan. Bunlar birbaşa keçiblər oxumağa, danışmağa. Deyirəm ki, bəs körpə anadan olanda dili necə öyrənir? Yəni eşidir, öyrənir, sonra artıq 6 yaşında mı, yaxud da 5 yaşında mı, 7 yaşında mı orta məktəbə gedəndə başlayır, orada məsəl üçün indi düzdür bağçadan başlayır, söz yox. Yəni birinci danışığı öyrənirsən əslində, sonra bu əslində normal bir prosesdir və bütün dünyada, yəni qabaqcıl ölkələr bu metoddan uzun illərdir artıq belə deyək də təhsil verir, orta məktəblər olsun, istər bağçalar olsun. Yəni bu normal bir şeydir, çünki uşaqların beyni çox təmiz olur deyə, həm də o yaşlarda qavrama çox qabiliyyətləri rahat daha güclü olur o yaşlarda. Bəli, qrammatika yoxsa danışıq, hansı daha önəmlidir? Baxır, dili biz nə üçün öyrənirik? Aha. Əgər dili öyrənən şagirddirsə, orta məktəbdə oxuyan bir şagirddirsə, əlbəttə ki, onun üçün qrammatika. Çünki bildiyimiz kimi şagirdlər imtahan verir, imtahan verərkən də qrammatikadan imtahanı verirlər. Amma yox, şagird deyir, tələbədirsə, danışıq üçün öyrənirsə, səyahət üçün öyrənirsə, o zaman qrammatikadan çox biz danışıq dərslərinə daha çox üstünlük veririk. Düzdür, bir də onu qeyd edeyim xüsusilə. Bəzən sual verilir ki, olar ki, mən qrammatika öyrənmədən danışıq öyrənim. Bu mümkün deyil. Yəni qrammatikasız danışıq belədir. Elə ki, sözləri öyrənirik, amma əgər biz söz bilirik, onu necə istifadə etməyəcəyimizi bilməyəndən sonra söz bilməyimizin heç bir önəmi yoxdur. Qrammatika lazımdır, amma yenə də deyirəm, əgər danışıq öyrəniriksə, mən qrammatikanı bir o qədər dərin keçmirəm. Sadəcə yəni elə bir formada keçirəm. Yəni müəyyən bir quruluşları bilməli. Bəli, cümlə quruluşunu bilsinlər. Amma yox, əgər şagirddirsə mütləq şəkildə qrammatikanı mükəmməl bilməlidir. Bəli, çünki universitetə qəbul imtahanlarında imtahanda. Mən də xatırlayıram, ən çox yazdığım ingilis dilindən idi. O da ailədən gələn qısa fasilədə qeyd etdim. Bizdə bacım, qardaşım, elə əsas da bacım ingilis dili tərcüməsiliyi falan oradan qaynaqlanırdı. Yəni bir şey də qeyd edim. Bizim dövrümüzdə səhv etmirəmsə ya 4 ya 5-ci sinifdən məsəl üçün xarici dillər başladı keçirilməyə. Səhv eləmirəmsə, rus dili dərsi keçiriləndə məsəl üçün ilk dərsdə mənim əlim belə yuxarıdaydı. Çünki artıq ailədən gələn faktorlar var idi. İngilis dilində də məsəl üçün eyni faktorlar özünü göstərirdi. Qəbul imtahanında da hətta müəyyən hadisələr oldu. Orada olur da bəzən kimsə kiməsə kömək eləmək istəyir, kimsə kimə. Mənə biri bir canyananlıq eləmək istəyirdi. Gəldi məhz ingilis dilində belə bir işarə verdi mənə ki, bəs bu variant məndə o elə bir sual idi ki, yəni yuxudan oyat, bilirəm də, ayaq üstündə 10 fut gedir. O da gətirdi, input variantı var idi, onu göstərdi. Belə baxdım, dedim, hə, sağ ol, sən də məndə, yəni bildim ki, bu adam yəni mənə kömək eləmək məqsədində deyil. Bəlkə də istəyirdi, bəlkə də kömək eləmək istəyirdi, amma əmin olduğum bir şeyi göstərdi. Elə yaxşıdır ki, ingilis dilini o qədər yaxşı bilirdim deyə mən deyərdim, universitetə qəbul olunmağının elə bəlkə bir 60-70%-ni ona borcluyam. Çünki onu bilməsəydim, o elə bəlkə də orada mənə desəydi, Allah'ını belə o dediklərini yazıb, bəlkə də heç keçid balını toplaya bilməzdim. Davam edək. Gündəlik neçə dəqiqə məşq ideal hesab olunur? Yəni hazırlıq ingilis dilinə məşq eləmək.
Gündəlik 40-45 dəqiqə məşq ideal hesab olunur. Bir də onu qeyd edeyim ki, gündəlik məşqdən əlavə, məsələn, bəzən elədikləri səhv nədir? Müəllim tapşırıq verir, istər kiçik şagird olsun, istər böyük tələbə. Məsələn, tutaq ki, öyrənmək üçün 20 söz veririk. Şagird bu sözün hamısını bir gün içində öyrənir. Bu olunan ən böyük səhvlərdən biridir. Mən efiriniz vasitəsilə istəyir mənim şagirdim olsun, istəyir olmasın, bizi dinləyən, dil öyrənən hər kəsə demək istəyirəm ki, gündəlik 5-6 sözdən artıq söz öyrənməyin. Yəni öyrənsəniz belə bu müvəqqəti yaddaşdır. O sözlər sizin yadınızda qalmayacaq. Gündəlik 40-45 dəqiqə vaxtınızı ayırın, amma maksimum 6 söz öyrənin. Söz sayı olaraq, sadəcə olaraq hər gün mütəmadi olaraq məşğul olun. Bir də əlavə vasitələr, mənim bax bəzi eşitdiyim məsələlər var. Film izləmək ingilis dilində və yaxud da musiqi dinləmək, onlar hardasa bir dəstək olur dilin inkişafına, yoxsa necə? Bəli, bəli. Yəni belə deyim də sizə, əgər biz ingilis dilini öyrənmək istəyiriksə, təkcə necə deyim, söz öyrənmək, qrammatika əzbərləməklə dil öyrənilmir. Musiqi dinləmək, filmləri izləmək, hətta məsələn, əgər ətrafımızda bizim belə deyək də yoldaşlarımız, dostlarımızdan ingilis dilini bilənlər varsa, öz aramızda ingilis dilində dialoqlar qurmaq belə bizim dilimizi inkişaf elətdirir. Siz necədir? Dil danışaraq inkişaf elətdirilir də. Danışmadıqca passivləşir. Adi məsələn indi eşidirik də, tutaq ki, deyirlər ki, mən rus dilini bilirdim, illərdir danışmıram, danışmadığım üçün unutmuşam. Belə deyən insanlar da var. Amma danışdıqca artıq biz belə deyək də inkişaf olur. Ona görə də mütləq şəkildə məsələn musiqilər dinlənməli, filmlər izlənməlidir ki, dilimizi daha da inkişaf elətdirək. Söz yox, mən elə bax sözünüzə qüvvət dediyim, az öncə qeyd elədim. Məsəl üçün rus dilini məktəb vaxtı artıq mən dərs keçirilmədən qabaq bilirdim. Amma uzun illər məsəl üçün ətrafımda olmadı deyə, istifadə olunmadı, çətinlik çəkirdim. Çox çətinlik çəkirdim. Sonra elə alındı ki, indi öz övladlarım rus belə deyək də bölməsində təhsil alırlar. Onlarla yavaş-yavaş elə bir yerdə, hər dəfə deyirəm ki, mən onlarla bir yerdə böyüyürəm, öyrənirəm, həm də böyüyürəm. Bax, onların hesabına mənim rus dili məsəl üçün danışıq qabiliyyətim yenidən belə deyək də qaydasına düşməyə gəlib çıxır. İndi mən sizə buna misal olaraq bir söz deyim. Məsələn, mənim valideynlərimin indi müəyyən qədər yaşı var. O qədər ki, evdə mən ingilis dilində dərslər keçirəm, filmlər izləyirəm, musiqi dinləyirəm. Artıq onlar fikir verirəm ki, müəyyən sözlərin tərcüməsini bilirlər. Hərdən deyirəm ki, siz də ingilis dilini öyrənirsiniz. Bəs Rüxsarə xanım, ingilis dili öyrənməyin ən çətin tərəfi nədir və bunu necə həll edirsiniz? Bizim ölkəmizdə ingilis dili öyrənməyin ən çətin tərəfi danışmaq və dinləməkdir. Siz bu nədən qaynaqlanır? Məktəblərdə vaxt məhdudiyyətindən qrammatika yönümlü dərslər daha çox keçirilir. Danışığa, dinləməyə zaman sanki az ayrılır. Robot kimi də öyrədilir. Robot kimi. Buna görə də belə deyək də uşaqlarda danışmaq və dinləmək çox çətindir. Mən bu çətinliyi aradan qaldırmaq üçün bacardığım qədər danışıq dərslərinə və dinləmə materiallarına daha çox üstünlük verirəm. Belə deyək, çalışıram artıq paralel bir şəkildə aparım ki, həm qrammatikanı bilsinlər, həm də danışa bilsinlər. Bilirsiniz, ümumilikdə də təhsilimizdə belə deyək də orta məktəblərdə indi demirəm, yəni yaxşı tərəfləri də var, inkişaf da gedir. Onsuz da bu çətinliklərdən keçməlidir. İstənilən inkişaf etmiş bir ölkə, bir ölkənin bir təhsil sistemi olsun və yaxud da hansısa, onlar o çətinliklərdən keçə-keçə gəlib bura çıxıblar. Yəni bu illər tələb eləyir. Mən o bəzən olur belə kökdən baltalayırlar. Bəli, problemlər var, çətinliklər var. Çətinliklərdən ən böyüyü də odur ki, həddən artıq yük çoxdur. Söhbət burada ingilis dilindən getmir. Bəzən olur, mən məsəl üçün övladlarımla məşğul olum. O gün bir Azərbaycan dilində, Azərbaycan dili dərsliyində bir məsəl var idi, həll olunmalı idi. 2-ci sinif. Yəni 2-ci sinif. Yəni oturmuşam belə baxıram. Elə məsəl mənə baxır, o məndən soruşur ki, neyniyək? Mən də deyirəm ki, sən də neyniyək? Yəni 2-ci sinifdə elə bir məntiqi bir şey veriblər ki, mən bu yaşda, yəni ali təhsil illərlə, yəni dil filan özdə bizim işimiz bilavasitə Azərbaycan dilindən bağlıdır deyə mən qarşıma sosial şəbəkələrdə məsəl üçün o belə çalışır da sosial şəbəkələr, istər TikTok, istər Instagram, insanın maraq dairəsi nədirsə, onları daha çox önə çıxardır. Mən elə belə çevirdikcə mənim dil məlumatları çıxır orada. Çünki qalıram deyə orada məsəl üçün köhnə sözlər filan öyrənirəm ki, bazam genişlənsin. Orada belə öyrənmək istəyən adam, bunu da vurğulayım, orada belə
belə öyrənə bilir. Deməyin ki, ay çətindir filandır. Yəni öyrənmək istəyən adam elə TikTokdan da nəsə öyrənəcək. Doğrudur. Pis şeyi götürmək istəyən elə orada da gedəcək. O TikTok olmayanda da gedib götürəcəkdi o pis şeyi. Yəni sözümü nəyə gətirirəm? Bilirsiniz, çətinlikdir deyə. Bax, ingilis dili ən axıra qalır. Artıq qalıram belə ki, gəl indi bunun tərcüməsini tap, özdə rus bölməsi, mən Azərbaycan, yarı qarışır 3 dil bir-birinə. Məcbur bəzən birbaşa cavabı deyirəm ki, hə, bunu belə yaz. Ki, sabah müəllimə desin ki, hə, uşaq dərsini eləyibdir, yəni yazıbdır. Vaxt baxımından çox böyük sıxıntı var. Ona görə valideynlər də məcbur indi hamı işini gücünü atıb bütün günü uşaqla məşğul da ola bilməz, söz yox. Ona görə inşallah ki, bu problemlər yaxın gələcəkdə aradan qalxar. Bir də Rüxsarə xanım, bu onlayn və əyani dərslər arasında effektivlik baxımından fərq varmı ümumiyyətlə? Xeyr, onlayn və əyani dərslər effektiv baxımından heç bir fərq yoxdur. Yenə deyirəm, bu şagirdin, tələbənin o dili öyrənmə qabiliyyətindən çox asılıdır. Yəni bəzi şagirdlərimiz var ki, onlayn dərslərdə çətinlik çəkirlər, amma bəziləri var ki, onlara çox asan gəlir, rahat gəlir. Əksinə onlayn dərslər daha rahatdır. Nəyə görə? Vaxt məsələsi var ki, getmək, gəlmək, o sərf elədikləri vaxtı elə öz evlərində rahat bir şəkildə dərslərə qoşularaq öyrənirlər. Mən şəxsən, məsəl üçün, mənim üçün komfort olur fərdi şəkildə məşğul olanda. Elə məktəb illərində də mən çalışırdım ki, tək gedim, məsəl üçün müəllim və mən olum, onda mənə daha rahat olur. Amma burada da istisnalar var. Məsəl üçün tarix fənni üzrə mən xoşlayırdım da, otururdum, hamıya qulaq asırdım. İnanın mənə, yaddaşım o illərdə daha güclüydü deyə, özdə müəllimim özdə bir də gördünüz belə biraz nadinc uşaq olmuşam, zəng elirdi evə ki, bəs göndər gəlsin, bilirəm o gəlmir, oxumayıb deyə. Deyirdi ki, onun yaddaşı kifayət eləyir, elə orada oturanlar danışdıqca o yəni kifayət eləyəcək ona. Çünki öz məktəb müəllimlərimiz idi, bələd idi, yəni ovuzlarında böyümüşdük də, belə deyək. Onlar yaxşı bilirdilər ki, hansı şagird, hansı tələbələri, hansı belə deyək də səviyyədədir, biliyi, götürmə qabiliyyəti. Bax, ona görə deyirəm ki, bu fərdi olaraq da dəyişir istər-istəməz. Növbəti sualımı ünvanlayacağam sizə. İngilis dilində az öncə bir şey vurğuladı, söz öyrənməyə çox yüklənməmək məsələsi ki, çox bu müvəqqəti. Bəs ingilis dilində sərbəst danışmaq üçün söz bazası necə formalaşmalıdır? Aha, söz bazası, baxın, birinci ilk öncə səhvlərdən danışın, belə deyək də bizim yaralı yerimiz. Baxın, bəlkə sizdə də elə olubdur, bir çox belə deyək, müəllimlərin etdiyi səhvlərdən biridir, yəni uşaqlara lüğətdən söz öyrədirlər. Lüğətdən əlifba sırası ilə söz öyrənmək edilən ən böyük yanlışlardan biridir. Yəni, belə deyim də, yadda qalmayacaq heç cür şəkildə. Biz çalışmalıyıq ki, gündəlik danışıq olan ifadələrdən, sözlərdən istifadə edək ki, yəni onda daha çox yaddaşda qalır. Məsələn, belə deyim də, əlifba sırasından götürüb, tutaq ki, bir hərfi deyim də ingilis dilində, başdan ayağa sözləri öyrənməyin. Qarışıq sözlər öyrənin gündəlik və bayaq da qeyd elədim ki, gün ərzində maksimum dərəcədə çalışın 5-6 söz öyrənin. Əgər hansısa müəllim sizə deyirsə ki, bir günə 20 söz öyrənib, gəlin, öyrənməyin. İnanın ki, 20 sözdə maksimum yadınızda ikisi belə qalmayacaq. Amma 5 söz, 6 söz öyrənsəniz, o sözlər yadınızda qalacaq. Bir də ən əsası, təkrara çox vaxt ayırsınlar. Məsələn, bugün tutalım ki, 5 söz, 6 söz öyrəndik, sabah yeni 5 söz, 6 söz öyrənəndə dünən öyrəndiyimiz sözləri, ondan əvvəlki gün öyrəndiyimiz sözləri belə deyək də nəzərdən keçirin, çalışın təkrar eləyin. Mən öz şəxsi təcrübəmdən deyim, o lüğətdən öyrənməyi sınadım dönəm-dönəm. Heç bir söz, bax indi siz danışırsınız, oradan heç bir şey xatirimdə qalmayıb. Amma o onlayn audio məsəl üçün olur, proqramlar var xüsusi. Oradan öyrəndiklərim daha çox yadımda qalıbdı, məsəl üçün hansısa sözlər, ifadələr və yaxud da filmlərdən, musiqilərdən, yəni mahnılardan, ifaçıların o oxuduğu, səsləndirdiyi kəlmələrdən daha çox nəsə öyrənmişəm. Bir də mənim o tərəfimdə var deyə biraz o da kömək eləyir, yəni müğənni olaraq. Bir də görsə hansısa ingilis dili mahnısı bəyəndim, oxumaq istəyirəm hardasa və yaxud da özüm üçün oxumaq istəyirəm. İstər-istəməz mən o mahnının bir mahiyyətinə varmalıyam ki, bunun sözlərinin mənası nədir? Avtomatik açıram, öyrənirəm. Ən azından orada mən deyərdim, söz bazasının gücləndirilməyinə ən yaxşı üsul o situasiyaya uyğun onu dərk eləyərək ki, o yaddan çıxmayacaq və mənim də yadımdan çıxmışdı. Qısa fasilə vaxtıdır. Qısa fasilədən sonra qaldığımız yerdən davam edəcəyik. Və dəyərli dinləyicilər, qısa fasilədən sonra yenidən birlikdəyik və bir daha vurğuluyum, qonağımız Rüxsarə
xanımdır. Rüxsarə xanım peşəkar ingilis dili müəllimi və repetitordur. 055 665 71 21 nömrəsi ilə əlaqə saxlayıb dərslərə qoşula bilərsiniz və davam edirəm. Hələ olduqca maraqlı məqamlar var ki, suallarım olacaq. Onları da işıqlandıraq Rüxsarə xanımla birlikdə. Demək, növbəti sualım belə olacaq. Rəhbər şəxslərlə işləmək adi tələbələrlə işləməkdən nə ilə fərqlənir? Bax, mənə bu olduqca maraqlıdır. Buna sizə qısa bir cavab verəcəm. İlk öncə belə deyək də, rəhbər şəxslərlə işləmək daha məsuliyyətlidir və daha çətindir. Çünki həm düşünürsən ki, qarşımdakı şəxs bir rəhbər şəxsdir. Belə deyək də, ona dərs demək daha məsuliyyətlidir. Həm də ki, onun öyrənməsi, baxır rəhbər şəxs dili nə üçün öyrənir? O daha məsuliyyət hissidir məncə. Hə, öz sahəsinə aid. Orada aləm dəyər bir-birinə. Aləm, o necə deyirlər, dəyər bir-birinə. Yəni məsələn həkim də ola bilər bu, və yaxud da başqa sahədə çalışan birisi də ola bilər. Yəni həqiqətən rəhbər şəxslərlə işləmək, adi şagirdlərlə, tələbələrlə işləmək. Tip sahəsi olsa tibbi terminlər. Tibbi terminlər. Yəni onların hər birinə xüsusi dərslər qurulmalı, xüsusi metodikalar tətbiq olunmalıdır. Çünki onlar da çətinlik çəkəcək və siz də, yəni bir çətinlikdir, onu da aşmaq üçün gərək hazırlıq görülə. Dinləyicilərdən yazanlar var. Mən növbəti sualımı ünvanlayım. Daha sonra qayıdarıq dinləyicinin yazdığına. Dərslərinizi daha maraqlı və effektiv etmək üçün hansı üsullardan istifadə edirsiniz? Mən dərslərimi daha maraqlı etmək üçün ilk öncə qarşımdakı şagirdi, tələbəni tanımağa çalışıram. Yəni dərslərimi onun maraqları üzərində qurmağa çalışıram ki, dərslərim daha maraqlı olsun. Biraz öncə siz də qeyd elədiniz. Dərs yükü çox ağır olur. Bəzən uşaqlar oxumaqdan bezirlər, yorulurlar. Mən elə bir dərs, belə deyək də, ortamı təşkil eləməyə çalışıram ki, mənim dərsimdə artıq onlar istirahət etsinlər. Yorulmaq üçün deyil də, sanki istirahət etmək üçün gəlsinlər. Əlbəttə ki, belə deyək də, müasir texnologiyalardan, bir sıra metodlardan, oyun texnologiyalarından istifadə edərək dərslərimi daha maraqlı etməyə çalışıram. Az yaşlıdırlarsa, təbii ki, rəngarəng olmadısa, onlar sıxılacaq bir müddət sonra. Bezəcəklər. Normal bir şeydir. İnan, mən bu yaşda o rəsmi belə deyə olan heç bir şeyi qəbullana bilmirəm. İnsan yorulur. Hə, yəni mənim belə deyək də hərdən deyirəm hələ daxilimdə bir dənə uşaq var, o hələ böyüməyibdi. Deyirəm mənə çatmır da, deyirəm belə standart bir hərəkətlər falan, sərbəstliyimə o qədər düşkünəm ki, bilirəm ki, məsəl üçün nə isə bir öyrənmək istəsəm, orada mütləq bir əyləncə olmalıdır. Hətta inanın mənə, o qədər, yəni məktəb illərində, hətta 10-11-ci sinifdən bəri, yəni elə olmuşam. Bütün müəllimlərim də hamısına, hansıların ki, əziyyəti keçib, bütün müəllimlər var olsunlar, söz yox. Amma mənim üçün xüsusi bir əziyyətə qatlanıblarmı deyim, ya yox. İnanın mənə, hazırlığa gedirik. İndi bu repetitor yanına da 11-ci sinifəm. Girirdim, indiyənə qədər xatırlayıram, Azərbaycan dili ədəbiyyatı üzrə hazırlığa gedirdim. Deməli, təsəvvürlə keçirdim. Bir də görürəm ki, müəllimənin qız övladı mətbəxdə yemək bişirir. Təsəvvürlə o qədər rahat idim mən. Deyirdim ki, nə bişirirsiniz yemək? Deyir, falan yemək. Deyirdim, mən hazıra müəllimə deyim, gəlirəm. Yəni mən gedirdim, otururdum, yemək yirdim və müəllimlər də bunu sərbəst olaraq qəbul edirdilər. Çünki xarakterimə bələd idilər ki, mənim üzərimə gəldilərsə mən əksinə qaçacam. Bax, o da bir vacib bir məsələdir. Mən deyərdim, müəllim elə psixoloq olmalıdır birinci növbədə. Şagirdini tanımalıdır. 100%. Bu yaxınlarda elə valideyn iclaslarına adətən mən qatılıram məktəbdə. Bu yaxınlarda deyəndə, yəni ilin başlanğıcında indi yeni məktəbə yeni sinifə keçib artıq ibtidai sinifdən çıxıb və müəllim dəyişib təbii ki. Burada biraz o oturuşma dönəmi lazım olacaq. Müəllimə müəyyən belə iradlar bildirdi. Dedim, mən onların hamısını gözəl bilirəm, amma buna da belədəm ki, bu biraz fərqlənir. Üzərinə getsəm aləm dəyəcək bir-birinə. Dedi, hə, xüsusi deyir, rəftar tələb eləyən uşaqların siyahısındadır məndə o. Deyir, amma mən vurğulamalıyam ki, siz də məşğul olasınız. Dedim, narahat olmayın, ikimiz də yəni eyni fikirdəyik. Bax,
Ofisdə keçirilən dərslərin üstünlükləri, bax bu haqqda da bir istərdim qısaca danışaq. Sonra da istəyirəm vaxtımız çatsın, istəyirəm ən vacib olan məqamlara toxunasınız deyə kitab haqqında da istəyirəm o üzərində çalışdığınız onun haqqında. Bax bu ofis haqqında, ofisdə keçirilən dərslər haqqında məlumat əgər hansısa bir qalıbsa, əslində ötəri də olsa dedik, qeyd etdik bunların fərqini. Varmı özəllikləri başqa? Özəlliyi belədir ki, mən bir sıra məsələn getdiyim tədbirlərdə olsun və yaxud da məclislərdə olsun, mənə ilk belə deyək, sual verirdilər ki, biz ingilis dilini öyrənmək istəyirik, amma bizdə vaxt məhdudiyyəti var. Və yaxud da bizim harasa, hansısa bir kursa getmək olsun, müəllim yanına getmək olsun, vaxtımız yoxdur, amma dili mütləq öyrənmək istəyirik. Mən də düşündüm ki, belə deyək də, niyə də olmasın, o deyir, niyə də yox. Və mən həmin şəxslərə şərait yaradaraq, onların öz ofislərində, çalışdığım müəssisələrdə, onlara rahat, uyğun olan saatlarda dərslər təşkil edirəm. Məsələn, elə olur ki, belə deyək də, nahar fasiləsində bu tələbənin getməsi, gəlməsi, yolda itirilən vaxt olur. Yəni, onun hər hansısa bir kursa, müəllim yanına getməyə vaxtı olmur. Həmin saatlar olsun, istəyir işdən sonraki saatlar olsun, biz o saatlarda ofislərdə dərslər təşkil edirik və o dərslərdə onlar ingilis dilini öz, belə deyək də, rahat olduqları məkanda rahat bir şəkildə öyrənirlər. Təşəkkür edirəm Rüxsarə xanım. Bir də bu kitab məsələsi, mən elə girişdə məlumat verdim, amma istərdim sizdən bir Kitab məsələsində belə deyim, ingilis dilini düzdür, hal-hazırda ölkəmizdə ingilis dili öyrənmək istəyənlərin sayı çoxdur, amma ingilis dilini öyrənməkdən qorxanların da sayı çoxdur. Düşünürəm ki, bu kitab elə bir kitab olacaq ki, o insanların qorxusunu aradan qaldıracaq. Yəni, belə deyək də, çətin, çox sadələşdirilmiş bir versiyada hazırlanan kitab olacaq. Kitabı artıq əlinə alan hər bir tələbə, hər bir şagird həm belə deyək də, ingilis dilinin fonetikasını, həm qrammatikasını, həm leksikologiyasını tam bir şəkildə rahatlıqla öyrənə biləcəklər. Təşəkkür edirəm. Dinləyicilərdən gələn suallar, daha doğrusu yazanlar var idi dinləyicilərdən. Onlara bir nəzər yetirək. 0346 nömrəli abunəçi yazıb. Hər vaxtınız xeyir olsun. Hər kəsi salamlayırıq. Cihan sizin od çərşənbənizi təbrik edir. Ocağınız isti, canınız sağlam olsun. Rüxsarə xanıma da salam və bol sevginizi göndəririk. Yəqin ki, tanıdınız kimdir? Bəli, tanıdım. Çox sağ olsun. Təşəkkür edirəm. Mənim sevimli şagirdlərimdən biridir Cihan. Yəqin ki, yazan valideynlərindən biridir. Yəqin ki, təşəkkür edirik biz də. Demək, 24-25 nömrəli abunəçi yazıb. Salam, efirinizi dinləyirəm. Sizə bu SMS-i yazan Rüxsarə müəllimənin şagirdi Məhəmmədin valideyni Aynadır. Rüxsarə müəllimə oğlumun ən sevimli müəlliməsidir. Oğluma ingilis dili fənnini sevdirən müəllimə. Uğurlarınız bol olsun. Məhəmməd və bizim ailəmiz sizi çox sevirik. Təşəkkür edirik. Bu da gözəl bir sonluq oldu əslində gələn SMS-lər içərisində xoş sözlər. Bundan gözəl məncə motivasiya ola bilməz. Yəni inanırsınız, ən böyük bəlkə də uğurlarımdan biri həm şagirdlərin, həm də valideynlərin sevgisidir. Mən də hər birinə təşəkkür edirəm. Göstərdikləri diqqətə görə minnətdarım. Biz o vaxtı idmana gedirdi övladım. Müəllimi hər dəfə bunu deyirdi ki, indi başqa istiqamətə keçdi. Yenə də məşğuldur idmandan, amma başqa. Hər dəfə yazanda ki, uşaq xəstələnib, məsəl üçün müəllim xəbəriniz olsun da, biraz məsuliyyətli idi ki, deyirdi mənə məlumat verin. Yəni uşaq özü gəlir bura gedir. Mən bilim ki, bu evdən çıxmayım, arxayın olum. O da bir əslində idman müəllimi olmaqda bax bu da bir müəllimlik tələb eləyir. Elə digər, yəni istər dil öyrət, istər fərq etmir, kimya öyrət, istər riyaziyyat öyrət. Müəllimlərin məsuliyyəti və əziyyəti ona görə əvəzsizdir. Yəni adam birdən də olurdu, başım qarışıqdır, xəbər də yoxdur, mən indi işdə gücləyəm. Mənə deməyiblər evdən ki, uşaq getməyəcək məsəl üçün bu gün. Bir də görürəm zəng eləyir. Ki bəs bu hardadır? Bəs xəbər deyirəm, bəs mənə yazıblar, indi yazıblar. Deyir, belə eləməyin də, deyir, mən narahat qalıram, deyir, bunları da burada qoyub çıxa bilmirəm küçəyə falana ki, birdən başına bir iş gələr. Yəni, var olsun belə müəllimlər, nə deyək. Bax, deyirdi ki, mənim həvəslə o zala deyir, idmana getməyimə deyir, bax bir odu bir də filan kəsdi deyir. O uşaqlara görə deyir, mən onlara görə daha çox həvəslə gedirəm məşq etməyə. Burada bilirəm ki, məsəl üçün sizdə də o qeyd etdinizə sevimli tələbələrimdəndir filan. Mən də bir növ xatirələrim oyandı əslində. Bilirəm ki, o qədər belə nadinc olmuşam, amma sevimli bir şagird olmuşam əslində. Hətta bizim bir müəlliməmiz var idi. Allah can sağlığı versin, Təranə müəllimə.
bəstəboy bir xanım idi. Amma o qədər zaftalı idi. İnanın nə zavuçdan, nə direktordan o qədər çəkinmirdi tələbələr, nəinki ondan. Bir dəfə başımı belə qoymuşam, düz qabağımda bir misal çəkdi ki, deyir insandan insana fərq eləyir. Deyir baxın paşa. Onun yerində deyir başqa bir şagird o hərəkəti eləsəydi, deyir mən deyir partlayardım burada. Deyirəm o eləyir, deyir onda qəbul olunur. Necə ki o bir geyim ki, bir insana yaraşır, yaraşmır, eləcə də hərəkətlər, amma bütün şagirdlərə buradan demirəm, amma mənim dediklərimdən tövsiyə çıxardın, gedin başınızı dərsdə qoyun, yatın. Yox. Məsuliyyətli olun, valideynləriniz əziyyət çəkir, müəllimlər də əziyyət çəkir, onların əziyyətinin bəhrəsini görməyi qismət edin onlara. Sonda, verilişin sonuna yaxınlaşdır Rüxsarə xanım. Əlavəniz, qeyd etmək istədiyiniz bir motivasiya ola biləcək bir fikir varsa, buyurun o fikirləri də alaq sizdən, ondan da sağollaşaq. Buradan bütün şagirdlərə və tələbələrə demək istəyirəm ki, ilk öncə öyrənməkdən qorxmayın və öyrənən zaman müəllimlərinizə sual verməkdən qorxmayın, çəkinməyin. Belə də bəlkə də bu gün atacağınız kiçik bir addım gələcəkdə uğurlarınızın başlanğıcı ola bilər. Ona görə də ingilis dilini sevin və sevərək öyrənin. Bütün şagirdlərimə, tələbələrimə uğurlar arzulayıram. Həmçinin bütün ingilis dilini öyrənən hər bir kəsə uğurlar arzulayıram. Sizə də dərin təşəkkürümü bildirirəm. Çox maraqlı bir belə deyək də veriliş oldu və inanıram ki, bu veriliş vasitəsilə bir çoxları maarifləndi. Mən də qarşılıqlıdır. Təşəkkür eləyirəm, vaxt ayırdınız, gəldiniz. Bir daha qeyd edim, dəyərli dinləyicilər, qonağımız Rüxsarə Fərəcova, peşəkar ingilis dili müəllimi və repetitor 055 665 71 21 nömrəsi. Sabaha qədər deyirəm, sabah yenidən birlikdə olmaq ümidi ilə. Sağ olun, salamat qalın. Reklam. Bakı vaxtıyla saat 5-dir. Obada isə qazanmağın vaxtıdır. Dəyərli qonşum, Obanın qonşuda 2 qat bayram lotereyası başladı. 1-31 mart tarixlərində Obadan aldığın Siyəzənd adlı toyuq və Alimşah düyü məhsullarının hər biri sənə bir şans qazandırır. Lotereyada iştirak etmək çox asan.